Bilirsiniz, Avropa İttifaqında indiyədək daha çox Fransanın rolu daha çox olmuşdu və bugün sanki o rol siz deyən kimi Almaniyanın xeyrinə dəyişməyə başlar. Eyni zamanda Almaniyada daha çox sağyönümlü qüvvələrin hakimiyyətə gəlməsi məsələsi də özü bu proseslərə təsir edən amillərdir. Və mən hesab edirəm ki, Avropa İttifaqının özü çox ciddi dəyişiklik, struktur dəyişikliyinə məruz qalacaq və bu dəyişiklik fonunda ola bilsin ki, hətta Fransa-Almaniya arasında parçalanmalar olsun. Ola bilər ki, Avropa İttifaqının özündə yeni bir təsisatın yaranması mümkün olsun. Amma bu Avropa İttifaqının hərbi potensialı formasında yox, hansısa Almaniyanın özünün bir başda olmaqla yeni bir ittifaq yaradaraq önə çıxması məsələsi mümkün ola bilər. Ancaq bugünkü gündə o daha çox, yəni təbii ki, Rusiyaya qarşı səsləndirilir. Çünki nə üçün? Çünki Avropa İttifaqı tərkibində Almaniyada neçə müddətli illərdir bu sanksiya prosesində iştirak edirlər. Ancaq hesab etmək olar ki, qarşıdakı illərdə, qarşıdakı aylarda hətta mən deyərdim ki, Avropa İttifaqında özündə ciddi parçalanma, ciddi dövlətlər arasında fikir ayrılıqları ortaya çıxacaq. Bu fikir ayrılıqları fonunda Avropada daha Fransanın deyil, daha çox Almaniyanın mövqeyi önə çıxacaq. Və bu mövqe əgər bu günlərim Rusiyaya qarşı hər hansı bir ordu yaratmaq və ona qarşı müharibə etmək kimi deməli fikirlərlə, ideyalarla daha çox aktuallaşırsa, mən hesab edirəm ki, bu sadəcə olaraq bir gedişdir bugünkü gündə və Avropa İttifaqı tərkibində olan Almaniyanın və bu Rusiyaya qarşı olan sanksiyalarda iştirak etmiş bir dövlətin təbii ki, bu fikirləridir. Ancaq təbii ki, bunlar mən hesab edirəm ki, əsas məqsəd burada Rusiyanın qarşısını almaq və yaxud Rusiyaya qarşı birbaşa açıq müharibəyə keçmək deyil. Sadəcə olaraq Avropa İttifaqı çərçivəsində yeni bir güc balansının Almaniya dövlətinin qismində yaranması ilə gedən bir prosesdir. Mütəxəssislərin məsələn çoxu qeyd edir ki, Rusiyanın hücumu 4-5 il sonra baş verə bilər. Baş verə bilərmi ki? Kimə qarşı? Avropa ölkələrinə, qonşulara, məsələn, Litva, Finlandiya. Rusiyanın ümumiyyətlə hal-hazırda Rusiya demək olar ki, əldə etdiyi və son dövrdə ümumiyyətlə Rusiya tərəfindən aparılan siyasət demək olar ki, regionda və eyni zamanda dünyada bir çoxlar tərəfindən tənqid olunsa da, bir çoxlar tərəfindən də biz görürük ki, təqdir olunur. Xüsusən baxmayaraq ki, Ukraynanın ərazilərinin müəyyən hissəsini Rusiya tərəfindən artıq tutulmuşdur. Ancaq baxmayaraq ki, bununla belə Ukrayna prezidentinə də qarşı münasibətdə də onu bir sıra dövlətlər təqdir edirsə, insanlar təqdir edirsə, tənqid edənlər də çoxdur. Deməli, burada məsələ heç də Ukraynaya olan məsələ, Rusiyaya olan münasibətlər birbaşa olaraq Ukrayna məsələsi ilə bağlı deyil. Bunların müəyyən kökləri var, bunun müəyyən səbəbləri var. Ancaq Avropaya Rusiyanın yaxın, tutaq ki, 2 ildə və 3 ildə mən hesab edirəm ki, Avropa ilə münasibətlərində Rusiyanın daha çox güclənməsi mümkündür və güclənməsi baş verəcək və yaxın 3-4 ildə Rusiyanın Avropa ilə istərsə də əgər biz müqayisə edəcək şəkilə gətirə bilsək, məncə Rusiyanın önəmi daha çox üzə çıxacaq. Çünki bunu bu günlərim Rusiyanın demək olar ki, istər yeni müasir dünyada idarəetmə sistemində olan texnoloji deməli mərkəzlərlə Avropanın baxmayaraq ki, iqtisadi cəhətdən müəyyən sanksiyalarla Rusiya bugün üzləşir. Yəni o sanksiyalardan müəyyən qarşılıqlı deməli müxtəlif əlaqələrdə onlar iştirak etmirlər. Ancaq siyasi tədbirlərdə iştirak etmirlər, tədbirlərdə, hətta idman tədbirlərdə. Ancaq bununla belə Rusiyanın bu günlərin dünyanın idarə edilməsi və süni intellekt sahəsi üzrə ən böyük korporasiyalarla çox ciddi əlaqələri var, çox ciddi demək münasibətləri var və istər bu hərbi texnoloji sahədədir, istərsə də ki, gələcək post-qloballaşma mərhələsi üçün mən elə gəlir ki, Rusiya öz gücünü, yəni öz həm elmi potensialını tam səfərbər etmiş şəkildədir.